mənə Quran verirlər oxumağa, pulla verirlər oxumağa. Mən bu Quranı özüm təcvidə getməmişəm. Amma müqabiləyə getmişəm. Bizdə müqabilə deyirlər də, getmişəm. Mən bu pulla verilən Quranı başqaları üçün oxuya bilərəmmi? Oxumaq üçün əsas burada şərtdir. İnsan ən azı hərflərin məxrəcini öyrənməlidir. Düzgün şəkildə oxumalıdır. Quranı. Əgər düzgün şəkildə oxuya bilirlərsə, hərfləri düzgün məxrəcindən əda eləyə bilirlər. Onları bilirlərsə oxuya bilər. Bunları öyrənməyibsə, pul alan şəxsdən, pul verən şəxsə gərək deyəsən ki, bax, mən Quranı bu həddidə oxuya bilirəm. Əgər razıdırsa, bəli, desə ki, eybi yoxdur, mən pul verirəm, sən oxu bu Quranı, bəli, onda pul alıb oxuya bilər. Hər halda pul sahibinə deyilməli ki, mənim Quran oxumaq səviyyəm belədir. Hər halda yaxşı olar ki, həmən yazan şəxsdə Quranı öyrənsinlər. Quranın vacib qaydalarını dərsinə getsin, kursuna getsin. İnternetdə də çoxdur, bəzi yaxşı ustadlar var, dərsləri var, oradan öyrənsinlər hökmə. Ramazan ayı da gözəl bir dənə fürsətdir Quran-ı Kərimi öyrənmək üçün.